Azərbaycanda son bir ildə ən çox şikayət edilən sığorta şirkətləri məlum olub. Bu göstərici ötən il, yəni 2025-ci il mart ayını və 2026-cı il fevral ayının sonunu əhatə edir. Məlum olub ki, son bir il ərzində avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkəti 2,2 bəndlə Xalq Sığorta olub. Atəşkəs Sığorta 1,35 bəndlə siyahıda ikinci yerdə qərarlaşıb. Şikayətlərin çoxluğuna görə Mega Sığorta 1,34 bəndlə qırmızı zonada qərarlaşıb. Burada cədvəli görürsünüz, qırmızı, sarı və yaşıl zonada yerləşmiş sığorta şirkətlərdir. Qırmızı zona Xalq Sığorta, Atəşkəs Sığorta, Mega Sığorta. Bunlar o deməkdir ki, qırmızı zonada yerləşmiş sığorta şirkətləri, o deməkdir ki, bunlar haqqında daha çox şikayət var. Yəni, şikayət orta göstəricidən çoxdur. Sarı zonada yerləşmiş Qala Sığorta ASC-dir. Bu o deməkdir ki, sarı zona, yəni orta şikayət indeksinə uyğundur. Sarı zonada yerləşmiş şirkət və yaşıl zonada yerləşən şirkətlər də var. Bu, Paşa Sığorta ASC-dir və Azərbaycan Sənaye Sığorta ASC-dir. Yaşıl zonada yerləşmək o deməkdir ki, bunlar barəsində aşağı şikayət indeksi mövcuddur.